Salam, hər vaxtınız xeyir gözəl insanlar. 17 mart olan futbol təxminlərimi qeyd edəcəm. Təxminləri də keçməmişdən öncə çərşənbə bayramınız mübarək olsun. Neçə belə gözəl bayramlar keçirəsiniz, ruzlu, bərəkətli olsun. Düşərli olsun hamı üçün. Dünənlərin şəxsi hazırladığım kupon uğurlu oldu. Silkeborg'un ev sahibinin 4-5 kornerini qeyd eləmişdim. Bir də Fiorentina'nın şəxsi 4 qapı çərçivəsinin zərbəsi. Qrupumuzda da 2 dənə də əlavə kupon vermişdim. Həmin kuponlarımız da uğurlu oldu. Keçən bu gün oyunlarına Sporting Bodo Glimt qapı çərçivəsinə ən az 9 zərbə vurular. İkinci seçim kimi komandalardan hər biri ən azı 2 sarı kart alar. Bu geniş kuponlara gelər bu seçim. Manchester City, Real Madrid, SK qapı çərçivəsinə ən az 6 zərbə vurar. İkinci seçim kimi toplam qollar 3 üst. Arsenal, Bayer Leverkusen. SK qapı çərçivəsinə ən az 5 zərbə vurar. İkinci seçim kimi birinci isə Arsenal qələbə. Chelsea, PSG. Oyunda ən az 4 ofsayt olacağı. İkinci seçim kimi isə qonaq komanda ən azı 2 dəfə ofsayta düşər. Watford, Wrexham. 2x 1.5 üst. St. Gallen, Lugano. Gol. Krasnodar, CSKA Moskva. SK hər hansısa qazanar bəli. Uğurlar, bol şanslar, diqqətli seçim edin, kuponlarınız uğurlu olsun. Bu günlərdə şəxsi kuponlarım var. Şəxsi kuponlar üçün də bioda əlaqə nömrəsinə və yaxud şəxsiyə yaza bilərsiniz.